Esselamu Aleyküm ve Rahmetullah. Değerli izləyicilərimiz, deməli, belə dilləri, bir daşla iki dənə quş vuracaq Allah'ın izniyle. Deməli, nədir o? Balakən şəhərinin Qabaqçol yox, yenə deyirəm, Qabaqçol Vağzalı rayonun mərkəzində ait burada Allah'ın izniyle. Şəhərə çox yaxın bir məsafədə iki dənə ev birdən satışa çıxaracaq. Daha doğrusu biri ev kimi evdir, biri ev kimi istifadə olunur. Deməli, biri budur, qardaş. İçəri girib göstərəcəm Allah'ın izniyle. Elə buradan başlayacağım. Deməli 7 sot torpaqla bir yerdə tam qupçalı paket çıxarış hər bir şeydir. Yəni qaz, su, işıq, internet hər bir şey var. Belə bir dənə deski fırla qardaş. O qardaş uzaqlara kimi gelir. Ortada bax bir hasar görəcəksiniz. Cücə bax mağaza, setka, mektalı yeri hər şey. Bura giraq. Çıxandan sonra buranın böyük başını göstərəcəm inşallah qardaş. Gəl. Gəl bir dənə bax, gəl bax. Bir işlə belə bir dənə salon kimi istifadə edə bilərsiniz. Gördüyünüz kimi kombi xəttləri qoyulub. Bura baxın. 63 dənə xətt var. Görün hər bir şeydə. Üstü dəmir şifrədir qardaş göstər. Ay salon. Bura mətbəx kimi istifadə olunacaq. Bax qardaş. Daqaduqası hər şey qoyulub. Daqaduqa, hay-huy, dağlı yeri göy. Hər şey var. Mətbəx kimi zat. Burada salon. Yataq otağı kimi istifadə olacaq. Bax kombi xəttləri qoyulub. Radyo üçün qoyulub. Şöyle kəsmə daşlardır. Plastik pencerə, salon, hay-huy, nə var, hər şey var. Elektrik qardaş. Tez bazar, tez bazar. Gəl. Deməli qardaş bax. Evin bu evin köldən görüntüsü budur. Gəl göstər qardaş zəhmət olmasa bax. 2 dənə evi birdən satışa çıxarmışıq. El ikisi də el bir dənə həyata aiddir. Sənədləri ideal yerindədir. Harasa 5 tonluq su öncəsi var. Bu evdir. Gəl qardaş gedək içəri. Qaz, su, işıq, internet hər bir şey var necə lazımdır. Gəl. Bismillah. Evdə yaşayış yoxdur. Sonra mənə deməyin qardaş. Ayıbdır, ayaqqabıdan girirsə Allah'ın ayaqqabından girirsə çiçək. Bax. Bir dənə belə bir balkonu zadı. Aşağı yukarı göster kardeş. Getir. Girişte yine gene otaq. Bak kardeş sağlam yok. Sağlam yok. İdeal. Gel. Geçen ne kardeş? Saat 10 yıl bundan qabaq dayanıb. Gel. Bir tane böyle otaq. Bura otaqlarına göstereceğim. Bir tane kardeş burada bir otaq. Bak. Göster aşağı yukarı gösteriyorum. Burada reset mesela çekmek sak çalışıyoruz dolu dışarı bir çandırma. Gel. Burada şimdi ay vay be kardeş. Bura bax, vay bunu xoşbəxt olsunuz da yazdılar bunun üstünə. Nənə babalarımızın sandığı içində həmişə pullar olardı gizlin. Gəl. Bura bir dənə otaq. Yer taxtaşan deyil, şam taxtadır. Bura bax. Dizayna bax. Gəl qardaş, getdik, gəl elə. Bax, bayaqda otağa çıxdıq. Sürprizlərdir. Bildiyin, nədir o şey adı? Nədir o? Labirent. Labirent deyib, gəl. Gəl qardaş. Burada mətbəx kimi istifadə edə bilərsiniz. Gəl qardaş, bax. Pütmülkəyə bax, ora bax. Kap təzədir. Evdən bahalıdır pütmülkə, ora bax. Hər şey suyu uzadır. Açsa gələcək, təsə gələcək. Nə də var? Ama benim şu an içine pay verirler abi. Gəl. Deməli, qardaş. Həyatda gördüyünüz ev. Bu ev 7 sot torpaq. Dayanmır, səhvlərdir. 7 sot torpaq, Qabaqçol Vağzalından çox yaxın bir məsafədə çıxdım. Kafelər, zatlar, restoranlar, apteklər, zatlar, marşrutlar. Cəmi 56 min. 56 min, yenə deyirəm. 56 dənə min. 56 min manata təklif olunur. İdeal qupçalı sənəddir. Mənə soruşmayın sənəd var mı? Var. Paket qupça, qri koduna qədər. İdeal vəziyyətdədir. 56 minə təklif olunur. Qiymətdə reallıq olsa, qardaşınız nə edəcək? Qiymətdə plus, minus, canq-cunq edəcək inşallah. Balaca vaxtda gün ortalar yatmaq istəmir. Anamız döyə deyə oxura ilə yatdırır deyə bizi. Yuxumuz yəməyinə sayır deyə naxışlarını. Bir də balaca putteşə maşın olur görümüzdə. Maşın sürüdüyün arasında belə. Televizyon pultunuz adlı, dominonun qabınız adına elə işlər sürən vaxtımız vardı. Selamun Aleyküm və Rəhmətullah. Getdik.